Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə 71 nəfər, Sos kəndinə isə 10 ailə 42 nəfər köçürülüb. Köç edilənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Hal-hazırda Qırmızı Bazar istiqamətinə yola düşürük inşallah. Başda Ali Baş Komandanımız olmaqla qaçqınların və məcburi köçkünlərin bizimlə maraqlanan bütün şöbələrinə dərindən təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. İnşallah Qarabağa aid bizim də böyük planlarımız var. Uğurla gözləyirik. Bu anı biz səbirsizliklə gözləyirik. Şükür Allah. Gələndə məsələn, yəni belə rahat gəlməmişdik də, yəni məlum məsələdir bu. Çox çətin vəziyyətdə gəlmişdik. Kimi, bax bu balaca uşaqlar belə o vaxtları elə bir ki, ayaq altında, maşın üstü açıq maşında gəlmişdi. İndi şükür Allah. Valla sevinçlə kədər qarışıqdır da, adam gəlmişik, indi gedirik şükür Allah. Mən gələndə 21-22 yaşım var idi, indi şükür Allah. Artıq demək olar ki, yaşımızın payız fəsilidir, 55 yaşındayım. Çox şükür bu günü bizə yaşadan şəhidlərimizə, Ali Baş Komandanımıza, qazilərimizə ölənəcə minnətdarıq.